Buraxılış imtahanı düşə biləcək bir sual nizamına baxaq. Bu tip sualları necə həll edirlər? Bunu tapmaq üçün nə edəcəm? Bunun hər tərəfini x-ə bölürəm. Yəni bunu da x-ə böləcəm, bunu da x-ə böləcəm, bunu da x-ə böləcəm. X kvadratını x-ə bölsək x alırıq. 7x-i x-ə bölsək 7 alınır. Üstə gəlsin. 5-i də x-ə böləndə 5 üstə gəlsin x alınır. Bu bərabər olacaq bizdə 0-a. Gəlin 7-ni bərabərliyin sağ tərəfinə ataq. Onda nə alırıq? X üstə gəlsin. 5 bölünsün. X bərabərdir. 7-ni bərabərliyin sağ tərəfinə atsam yenə 7 alıram. Bizdə görürük ki, burada kvadrat var. Onda gəlin bunun kvadratı yüksəldik. Bunu kvadratı yüksəldirəm. Onda bu tərəfdə kvadratı yüksəltmiş olacam. Buradan kvadratı yüksəldəndə birincinin kvadratı bizə x kvadratını verir. Birincinin ikinci hasinin 2 misli. Yəni 2 vurulsun, x vurulsun, 5 bölünsün, x alıram. Üstə gəlsin ikincinin kvadratı. Yəni 25 bölünsün, x kvadratı. 7-nin kvadratı necə edir? 49-a bərabər olur. Deməli bunu sadələşdirsək buradan x-lar gedir. Onda alırıq ki x kvadrat üstə gəlsin. 2-ni 5-ə vursaq 10 üstə gəlsin. 25 bölünsün, x kvadratı. Bərabər olmalıdır 49-a. Bizə nə lazım idi bu ifadə? Onda buradan bu ikisini saxlayıram, onu bu tərəfə keçirdəcəm. Onda aram x kvadrat üstə gəlsin, 25 bölünsün x kvadrat bərabərdir. 49-dan 10'u çıxsaq 39. Vəssalam, cavab olur 39 B variantı.